Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Kristal Abşeron bir yaşayış kompleksində Kristal Abşeronun satış mərkəzində olmayan bir qiymətə mənzil satıram. Yəni hazır binada, yəni bu qiymətdə qanuni 3 otaqlı mənzil Kristal Abşeronda yoxdur. Dəyərli izləyicilər, mənzil yerləşik Kristal Abşeronun girişində olan 9 mərtəbəli binalardan birində birinci mərtəbədir. Mərtəbə yerdən hündürdür və binanın altı yeraltı qarajdır. Qanuni 3 otaqdır, 83 kvadrat metrdən ibarətdir, qonaq otağı zaldır. Mənzildə sənəd çıxarış qutçadır, heç bir kredit borcu yoxdur, ipotekaya yarayır, qeydiyyatda heç bir kəs yoxdur. Mənzil dəhlizindən təqdimat aparır, otaqların hamısı dəhlizdən faydalanılır, bütün otaqların hamısına müstəqil olaraq dəhlizdən giriş vardır, pəncərə vardır, skvazno yel çəkən bir mənzildir. Mənzildə 2 yataq otağı var. Yataq otaqlarından biridir, görürsünüz. Belə bir yataq otağıdır. Təmiri, Kristal Abşeronun təmiri, döşəməsi laminat bir döşəmədir. Mənzilin mətbəxi girişdən daxil olduqda sağdan sola təqdimat aparırıq. Bura mənzilin mətbəxidir. Mətbəx möbeli, qaz plitəsi var. Mənzilin 2 eyvanı var. Eyvanlardan birinə keçid mənzilin bu mətbəxindəndir. Mənzilin sizə qonaq otağı zalını ilk öncə təqdim etdim və mənzilin sanitar qovşaqları ayrı-ayrıdır. Sanitar qovşaqlardan biridir. Görürsünüz və sanitar qovşaqlardan ikincisini sizə təqdim edirik. Bura mənzildə ikinci sanitar qovşaqdır və mənzilin ikinci bir yataq otağını da sizə təqdim edək. Bura mənzilin ikinci bir yataq otağıdır. Qeyd etdiyim kimi orijinal proyektdir və digər eyvana keçid buradandır. Çox gözəl bir proyektdir. Dəyərli izləyicilər, qiymət də əladır, sərfəli bir təklifdir. Mənzil hasarı məndədir. Günün istənilən vaxtı ciddi real alıcıya mənzili göstərə bilirik. Hörmətli izləyicilər, əgər sizin də Xırdalan şəhərində, Masazırda, yeni tikili, köhnə tikili, apartman tipi binalarda satlıq əmlakınız varsa, paket qutsalı həyətiniz varsa bizə müraciət edin. Bizi YouTube, Instagram, TikTok'dan izləməyə davam edin. Mənzil və əmlak alqı-satqı işlərini bizə etibar edə bilərsiniz. Təşəkkür edirik. Sağ olun.